Yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı onların layiqli vətəndaş kimi yetişməsi üçün Körpələr evi uşaq bağçalarında mühüm tədbirlər həyata keçirilir. Əməkdaşlarımız Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Tovuz şəhər 6 saylı uşaq bağçasında olublar. Burada balaca fidanların məktəbə qədər təhsil almaları üçün hər cür şərait yaradılıb. Buradakı uşaqlar şəkil çəkmək, rəqs etmək və intonasiya ilə şeir söyləməyi bilirlər. Ərzaqın keyfiyyətinə isə söz ola bilməz. Prezident İlham Əliyev yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı onların layiqli vətəndaş kimi yetişməsi üçün mühüm tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva da sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində böyük xidmətlər göstərir. Bizim bağçamız 95 tutumluq yerlikdir, 5 qrupbalıdır. Bağçamızda çox gözəl səviyyəli müəllimələr işləyir, ali savadlı müəllimələr işləyir. Uşaqlarımızın hər birinə ayrı-ayrılıqda qayğı göstəririk. Onların hər birinin qayğısına qalırıq. Hətta biz valideynlərlə belə əlaqə saxlayırıq. O uşaqlar haqqında məlumat yığırıq, məlumatlandırırıq. Valideynlər bir qarşılıqlı müəllimələrimizlə işləyirlər. Yeməklərimiz bizim çox yüksək səviyyədədir. Mən buradan üzümü Ali Baş Komandanımıza tutaraq Allah ona can sağlığı versin deyərdim. Çünki bizim respublikamıza, bizim vətəndaşlarımıza, o cümlədən də yerdən qalxan balaca fidanlarımızın hər birinə çox gözəl diqqət nəzər yetirir və onların hər birinin qayğısına qalır. 36 ildir bu müəssisədə çalışıram, işlədiyim dövr ərzində müxtəlif nailiyyətləri əldə eləmişəm. 5 fəxri fərmanım, 1 qızıl medalım var və müəllimlər qurultayının nümayəndəsiyəm. Mənim üzərimə düşən işi mən vicdanla yerinə yetirməyə çalışıram. Hazırda qrupda məşğələlər təşkil olunub. Bu günlərdə bir kələm var. Bu söz odur, həyəcandır. İndi dünya yaxşı bilir, Qarabağ Azərbaycandır. Mənimsən, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Aylarmı çölül canan. Azərbaycan, Azərbaycan. Gəp bu dağdan, gəp o dağdan. Axşamüstü qoyacaqda havalansın xanım səsi Qarabağın şikəstləsin. Kamran Əskiparalı, Sənan İsmailov, Səs TV Xəbər, Tovuz.